Deməli, HPV virusunun 18-45-ci növü pozitivdir. Və biz bugün ikinci sahəsi, yüngül zədələnmə sahələrimiz var. Həmin sahənin lazer işlənməsi, ablativ müalicəsi, lazer ablasiyasını həyata keçiririk. Gördüğünüz kimi prosedur tamamilə ağrısız şəkildə aparılır. Heç bir ağrı hissiyatı yoxdur. Xanım rahatdır. Səbət eləməmişik, yatızdırmamışıq xanımı. Rahat şəkildə prosedurumuzu aparırıq. Lazer müalicəsi HPV virusunun negativ olması üçün də ideal bir müalicə metodudur. Digər müalicə üsullarından, kriodestruksiyalardan, yandırma, dondurma üsullarından fərqlənir. Həm zərərsizdir, uşaqlıq boyununa travma vermir, çapıq vermir, həm də HPV virusunu daha çox negativ etmə xüsusiyyətinə malikdir. Və biz bu müalicəni mütləq sonda kolposkop aparatımızın da nəzarəti ilə aparırıq ki, bütün zonalar dəqiq işlənsin və heç bir zonaya lazer şüası yəni təsirsiz qalmasın ki, nəticədə də HPV virusumuzun negativ olma ehtimalı artsın. Biz nerede olacak? O kolposkop çeksen. Kolposkop aparatımızın nezareti altında uşaqlıq boyunda zədələnmə sahəsinin işlənməsidir. Kolposkopun nezareti altında tüm zona tam dəqiq şəkildə işlənir. Çünki bizim niyyətimiz tek patolojiyalar deyil. Həmçinin uşaqlıq boyunda HPV virusunu negativ etməkdir. Bunu lazer müalicəsi burada bizə kömək gəlir. Həmçinin bizim köməyimizə dərman müalicəsi, aparılmış peyvəndləmə də yanaşı müalicə üsulu kimi effektli olur, qayğışların önləyir.